orucun necə tutulmasıdır, həc ibadətinin necə yerinə yetirilməsidir. Bunlar hardan... Dördünə də cavabını verim Qurandan. Birincisi, namazla bağlı Nisa surəsinin 102-ci, 103-cü ayəsində baxdığımız zaman 2 rükət olduğunu görürük. Mən namazın İcazə verin deyirəm. Sözlərini Qurandan istənilən sözü oxuya bilərsiniz. Orada problem yoxdur. Əlbəttə, Qurandan istənilən sözü oxuya bilərsiniz. Oruçla bağlı Bəqərə surəsinin 183-cü ayəsində orada da orucla bağlı əsas qadağı 3 dənə qadağadır. Yemək, içmək, cinsi münasibət. Və salam, niyə biz çətinləşdiririk? Sonra həclə bağlı, həc bizim dediyimiz bugünkü həc deyil. Gedib bunun ətrafında fırlandıq. Ondan sonra orada güya məqam İbrahimdə 2 rükət namaz qıldıq, bu boyda yerdir. İçində güya İbrahim Peyğəmbərin ayaq izi var. Sonra gəldik Səfa Mərvədə qaçdıq, qardaş, bu həcc ola bilməz. Gələndən sonra nə dəyişdi? Orada nə dəyişdi? Mənim funksiyam bu idi mi? Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Və sallallahu ala Muhammedin və alihi tahirin. Və la'nud daimi ala a'daihim ecma'in. Biz ötən iki söhbətimizdə azğın firqənin, təriqətin nümayəndəsi olan hədis inkarçısının fikirlərini, daha doğrusu efirdəki fırıldaqlarını tənqid edirdik və fırıldaqlarını göstərirdik. Qərar idi ki, bu söhbətimizdə də həmin o debatın bir hissəsinə baxmışdım, fəzilət üstünlüyü məsələsinə, ona istəyirdim cavab verim, amma qarşıma növbəti debatından bir fraqment çıxdı. Gördüm ki, orada dediyi, qeyd etdiyi bir məsələyə münasibət bildirmək daha mühüm hesab etdim və istəyirəm ki, həmin məsələyə münasibət bildirim. Onsuz da Allahın izni ilə zaman-zaman o birinci debatdakı digər fırıldaqlarına da inşallah cavab verəcəyik. Deməli, bu adam nə danışır? Qeyd edir ki, ona sual verilir ki, bəs yaxşı namaz, orucun necə tutulması, həc və s. haqqında ki, Quran-ı Kərimdə ümumi şəkildə, kulli şəkildə gəlib. Bunun yəni cüz'iyyatını hardan götürmək lazımdır, xırdalıqları. Bu da deyir ki, dördünə də cavab verim. Güvəndi namaza cavab verir. Deyir ki, namaz Nisa surəsi 102 və 103-cü ayələrində namazın 2 rəkət olduğu görülür. Dördünə də cavabını verim Qurandan. Birincisi, namazla bağlı Nisa surəsinin 102-ci, 103-cü ayəsində baxdığımız zaman 2 rükət olduğunu görürük. Hansı 102 və 103-cü ayələrdədir bu? Nisa surəsinin 102 və 103-cü ayələrində ümumiyyətlə namazın rəkətlərindən belə söz getmir. Nəinki 2 rəkət olması. Sadəcə 102-ci ayədə döyüşdə namaz qılma müəyyən forması göstərilir. 103-də də həmçinin orada heç bir namazın rəkətlərindən danışmır. Müəyyən vaxtlarda vacib edildi kimi məzmun keçir orada. Yəni kimə fırıldaq gəlirsən, yalandan insanları aldadırsan. Kaş elə orada ondan tələb eləyərdilər ki, açıb həmin anda o ayələri göstərsin. Sonra deyir ki, namazın sözləri də Qurandan hansını istəsəniz, hansı Quranın, yəni istənilən sözünü Quranda oxuya bilərsiniz. Bunu görürük. Mən namazın İcazə verin deyirəm. Sözlərini Qurandan istənilən sözü oxuya bilərsiniz. Orada problem yoxdur. Əlbəttə, Qurandan istənilən sözü oxuya bilərsiniz. Yəni təsəvvürlə bu bilirsiniz nə deməkdir? Əvvəla bunun dəlili nədir? Quran-ı Kərimdən dəlil gətir göstər ki, müsəlman namaz qılanda Quran-ı Kərimdən istədiyi sözü deyə bilər. Bu bir. İkincisi, indi təsəvvürlə mən Quran-ı Kərimin istənilən sözünü deyən şəxsin bu sözü ilə yola çıxıram və Quran-ı Kərim və namazla başlayıram, Qulibətir Rum bu ayəni oxuyuram. Və yaxud da fərz elə digər peyğəmbərlərin başına gələn hadisələri oxuyuram namaz qılarkən. Sənin öz məntiqinlə bu namazdan insan nə fayda götürür? Yəni özün elə suallar verdi özü, bunun nə faydası var, bu həccin nə faydası var, mən necə faydalandım? Yaxşı, bu sözləri deyərkən sənə də sual verərlər sənin məntiqinlə ki, yaxşı, bu namazdan mən nə fayda əldə etdim? Sonra oruc haqqında danışır, deyir 183-cü ayədə 3 şey qadağan edilib. Halbuki ondan qadağan haqqında soruşmadılar. Soruşdular ki, orucu necə tutmaq lazımdır? Orucun necə tutulmasıdır, orucun necə tutulmasıdır. Oruçla bağlı Bəqərə surəsinin 183-cü ayəsində orada da orucla bağlı əsas qadağı 3 dənə qadağadır. Yemək, içmək, cinsi münasibət. Və salam, niyə biz çətinləşdiririk? 3 qadağa göstərir, yeyib içmək və cinsi əlaqə. Əslində, bunun ağlında olan insanlar da qayıdıb buna belə bir sual verərlər ki, qadağanın orucu pozmasına dəlil olmasını hardan çıxartdın? Hardan çıxartdın ki, bir şey qadağandırsa, onu etmək orucu pozur? Sənə də belə bir sual verə bilərlər və fırıldağı üzə çıxarmaq üçün. Məsələn, biz Quran-ı Kərimə nəzər salsaq, qeybəti haram edib. Yalan danışmaq və sair məsələlər haramdır. Təkcə orucluqda yox, ilin bütün günlərində. Müəyyən o zəruri istisnalar ki, öz yerində, onlara daxil olmaq istəmirəm.
Onda belə çıxır ki, oruclu halda bir insan qeybət eləsə, yəni də orucu batıl olmalıdır. Yəni bir şey qadağan edilibsə, bu işi etməyin, Quran buyurursa, bunun orucu pozmağa nə adiyyəti var? Bunu hardan çıxartdın? Hansı Quran ayəsi bunu sən dedi ki, təhrim, qadağan elə orucun pozulmasına dəlalət edir. Sonra deyir ki, biz niyə çətinləşdiririk ki? Orada da orucla bağlı əsas qadağı 3 dənə qadağadır. Yemək, içmək, cinsi münasibət. Və salam, niyə biz çətinləşdiririk? Əgər söhbət çətinlikdən gedirsə, onda sən niyə 2 rəkətlə çətinləşdirirsən ki? Quran-ı Kərimdə deyirsən, Quran-ı Kərimin o ayələrində 2 rəkətə dəlalət edən heç bir şey yoxdur. Hünərin çatmırdı, hünərin çatırdı, orada onu qeyd eləyərdin. Yox, çətinlikdən danışırsansa, əgər elə 2 rəkət də çətindir də, onda sənin ağlında olan, sənin azdırdığın insanlardan biri sabah qaydar deyər ki, sənin ağlın ağıldır, mənim ağlım ağıl deyil. Mən də belə fikirləşirəm ki, 2 rəkət də çətindir. Niyə mən qışın soyuğunda, xüsusən kənd yerində həyətin o başına getməliyəm dəst namaz almağa? Elə namaz, saləh, dua deyil, elə mən otururam yerimdə, sübh azanı vaxtı 2 rəkət. 2 dəfə Allaha dua edirəm, yaxud 1 dəfə dua edirəm, yatıram ondan sonra. Əgər söhbət çətinləşdirməməkdən gedirsə, elə mən də çətinləşdirmirəm də. Niyə 2 rəkət deyirsən? Sənin ağlında olan bir nəfər, sənin azdırdığın insanlar. Sabah o da deyər ki, elə sənin ağlın ağıldısa, mənim də ağlım ağıldır. Mən də görürəm ki, sənin dediklərində çətinləşdirməkdir. Mən də asanlaşdırıram. Ona nə cavab verəcəksən? Baxın, fırıldaqlarından biri də budur. Sonra həc haqqında danışır, deyir ki, getdik, fırlandıq, nə bilim, namaz qıldıq, nə dəyişdi? Orada nə dəyişdi, gələndən sonra nə dəyişdi? Sonra həclə bağlı, həc bizim dediyimiz bugünkü həc deyil. Gedib bunun ətrafında fırlandıq, ondan sonra orada güya məqam İbrahimdə 2 rükət namaz qıldıq, bu boyda yerdir. İçində güya İbrahim Peyğəmbərin ayaq izi var. Sonra gəldik Səfa Mərvədə qaçdıq. Qardaş, bu həcc ola bilməz. Gələndən sonra nə dəyişdi? Orada nə dəyişdi? Mənim funksiyam bu idi mi? Qardaş, bu həcc ola bilməz. Gələndən sonra nə dəyişdi? Orada nə dəyişdi? Mənim funksiyam bu idi mi? Baxın, bu məsələnin üzərində daha çox dayanmaq istəyirəm. Bu insanın bir videosu da var. Orada da danışır, deyir ki, mən həccə getmişəm özüm, amma gedib gələndən sonra yaxşı insan mı olmuşam? Nə dəyişilib ki? Həcc gedib hansısa Kəbənin ətrafına fırlanmaq deyil. Məsələn, getmişəm dəfələrlə. Getdiyim zaman fırlananda mən daha yaxşı elşad olmuş olmuram. Orada məqam İbrahim deyirlər, bu boyda belə bir şeyin arxasında 2 rükət namaz qıldım. Ondan sonra zəmzəm suyu içdim. Sonra Səfa Mərvədə qaçdım. O səy deyirlər buna. Nə oldu? Nə dəyişdi? Sonraki günlərdə inirsən. Sonraki günlərdə səhər yeməyindən sonra gedirsən həmin şəhərdə günorta yeməyini harda yeyə bilərəm, axşam yeməyini harda yeyə bilərəm, yer axtarırsan. Bu bədbəxt anlamır ki, problem sənin özündədir. Nə çox insanlar var, əlbəttə namazlarında da dəyişilirlər, namaz da onları dəyişir, oruc da onları dəyişir, pis əməllərdən çəkindirir. Sən düzəlməmsənsə əgər, sənin problemindir. Özü də düzəlməyə qalsa, nə dəyişdi, nə dəyişmədiyə qalsa, sənin təqdim etdiyin namazı qılanda nə dəyişir ki? Yaxşı, sən indiyə qədər namazlar qılmısan, nə dəyişib səndə? Yəni, özün hər halda namaz qılırsan da, öz ağlıva uyğun olan şəkildə 2 rəkət, Qurandan ürək vissiyanı oxuyursan, o namaz səni necə dəyişdirdi ki, heç nə? Səni bu dəqiqə Şiə də tənqid edir, səni bu dəqiqə Sünni də tənqid edir, səni bu dəqiqə Vəhabi də tənqid edir, hər kəs səni tənqid edir. Hansı ki, bu insanların hamısının alimləri ittifaq etdiyi məsələlər var, möcüzə kimi, İmam Zaman ağanın gəlməsi kimi və sair həcc ziyarəti, hədis qəbul etmək və sair məsələləri hamısı qəbul edir. Bir dənə sən buradan firqə kimi ayrılmısan, parçalamısan ümməti və insanları da azdırıb öz arxonca cəhənnəmə sürükləyirsən. Nə dəyişmirsən güyəsən? Özünü Qurandakı müsəlman hesab edirsən. Hər kəs özünü Qurandakı müsəlman hesab edir. Sən bir dənə çəkmirsən özünü kənara, güya pak insan kimi özünü aparırsan, güya heç bir məzhəbə, təriqətə tabe deyilsən. Halbuki sənin etdiyin işin özü təriqətçilikdir. Necə yəni? Sən istəndən sosial şəbəkədə sənin videon paylaşılanda rəylərə baxsan, sənin tərəfdarların, azdırdığın insanlar digər müsəlmanların əleyhinə danışırlar. Şiə, Sünni, Vəhabi hamısı eyni sözü deyir. Sənin tərəfdarların çəkiliblər kənara az bir dəstə, ixtilaf salıblar. O da bir firqədir, o da bir təriqətdir. Onlar rəylərini yığsın bir yana, sənin azdırdığın insanların rəyləridir ki, sənin təriqətində sayılırlar. O da bir ixtilaf, o da bir təriqətdir. Niyə sən özünü kənara çəkmirsən ki, güya sən həqiqi müsəlmansan və digərləri təriqətçidir. Orada da nə deyir? Bir dənə videosu var. Orada çıxır deyir ki, mən həccə getdim, nə dəyişildi? Gələndən sonra nə dəyişildi? Nə bilim, orada həcc ziyarəti yerinə yetirəndən sonra gedirlər restorandan, nə bilim, nə Allah, nə edək. Sən bunu namazdan sonra da edirsən, onsuz da. Onda sənin namazı da irad tutaq da. Sən də namaz qılanda, cüməyə gedəndə qıldın, qutardın, nə dəyişildi ki? Nə oldu ki? Heç nə. Nə çox namaz qılanlar var, sənin məntiqinlə nə dəyişilir ki? Heç nə.
Qəzzədə milyonlarla insanları qətlə yetirirlər, uşaqları, milyonlarla müsəlman dünyada dua eləyir. Nə dəyişilir ki? Onda dua da etmə də. Bu insana duanın da üzərindən xətt çəkməlidir ki, dua da etmir, heç bir faydası yoxdur. Yəni bunun ağlına görə, bu məntiqincə. Bizdədir problem, nəsə bir şey eləyiriksə, dua eləyiriksə, qəbul olmursa, bizdədir problem. Düzəməlli edə bilmirik, ixlasla edə bilmirik, günahlardan tövbə edib edə bilmirik, Allahın istədiyi kimi yerinə yetirə bilmirik. Onda sənin məntiqindən belə çıxır ki, biz duaları da qoyaq bir kənara. O ki, deyirsən, həcdən sonra gedirlər restorana, dükana, sən də namazı qılandan sonra restorana, dükana gedirsən də. Sən evdə yemək yemirsən, yeyirsən, yemək yemək üçün dükana getməlisən. Namazı qılandan sonra sən nə edirsən ki, sən namazı qılandan sonra mələkut aləminə gedirsən, mükaşifə aləminə düşürsən, nə bilim, ruhlar aləmində peyğəmbərlərin ruhlarına söhbət edirsən, görsəndə nə olur ki? Yəni, bu nə sözdür axı, bir danışanda düşün nə danışırsan ki, özvə də bu irad gələ bilər. Adam axirətə inanmır. Necə yəni nə dəyişdi? Axirətə inanmırsan ki, axirətdə onun savabını alacaqsan. Allahın əmrini yerinə yetirdin, buna inanmırsan. Əgər axirətə inanmırsansa, əgər axirətdə bu həccə savab verilməz deyirsənsə, əgər çünki bu həcc deyil, onda sənin namazına da savab verilməz. Sənin o aləmində uydurduğun namaz, 2 rəkətdir, nə bilim, Qurandan istənilən sözü oxuyursan, oxu bu cür namaza. Onda heç bunun da faydası yoxdur. Yəni adamın konkret olaraq işi şübhədir. Sual atmaqdır. Yəni danışır, ağzından ancaq hərflər tökülür. Yerləri səhv düşsə səhv məna verir, yerləri düz düşsə küfrə gedir, düşür. Adam konkret ateistdir. Adam konkret heç bir dinin mənbələr, dinin ayinlərini lağ eləyir. İstehza edir, inamı yoxdur, faydasız hesab edir. Sadəcə indi ateistlərə dindar kimi görünür, dindarların da içində özünü ancaq Qurançı kimi aparır deyə geriyə də dönüş yoxdur, dindən də çıxa bilmir, konkret olaraq mən İslamı tərk eləmişəm də deyə bilmir. İlişib qalıb nədə? Quran ayələrində, hədisi də qəbul etməyəndə məcburdur öz ağlından nələrsə uydursun orada, ağzına nə gəldi danışsın. Ona görə də ancaq işi gücü şübhə atmaqdır, sual çıxartmaqdır. Sual çıxarmağa qalsa, sən deyirsən, izahlı Quran yazıram. 100 cilddə yazsın, çap olunsa, mən onun hər cildində 100 cild sənə sual şübhə çıxardaram ortaya. Əgər o həcdə bir fayda yoxdursa, sənin qeyd etdiyin həcdə nə fayda var? Sənin qıldığın namaza nə fayda var? Onda sənin etdiyin o duada nə fayda var? Nə fayda var onun namazında? Yəni onda fayda yoxdursa, səndə nə fayda var? Yəni sən güya dediklərində nə var ki, sən onları yerinə yetirdin, öz dediyin, öz uydurduğun dinə əməl etdin, nə oldun güya? Sonra o çıxışının birində deyir ki, həcc ziyarətində əslində həcc ən-nəs sözü gəlib, müəyyən insanlara aiddir. Xeyr, orada dəvət edilən İbrahim Peyğəmbərə keçir orada Quranda. Deyir ki, ən-nas, orada müəyyən insanlar, hansı insanları? Dünyanın problemlərini, insanlığın problemlərini, bəşəriyyətin problemlərini həll eləyə biləcək şəxslərdən gedir söhbət. Bəli, iqtidarlara təmsil eləyəcək şəxslər ora gedə bilər. Ki, yığışıb nə edə bilərik? Və mən bunu deyirəm ki, bu günləri 1945-ci ildə qurulmuş, əslində Birləşmiş Millətlər Təşkilatının funksiyasıdır. Hardan çıxartdın? Hansı müəyyən insanlara aiddir? Orada deyir ki, müəyyən insanlar yığılıb ümmətin problemlərindən danışmalıdırlar. Sənə kim dedi ki, müəyyən insanlardan məqsəd ümmətin problemlərindən danışanlardır? Zaten həccə gedəndə ümmətin problemlərindən danışırlar. Sənə kim dedi ki, orada siyasi rəhbərlər getməlidirlər? Ən-nəs sözündən məqsəd müəyyən insanlardır və müəyyən insanlar da həmin o siyasətçilər, dövlət rəhbərlərdir. Çıxıb orada ümmətin nə bilim problemlərindən danışmalıdır. Bunu sənə kim dedi? Əgər ümmətin problemindən danışmaq, bir-birinə kömək eləmək Quranın başqa ayələrində varsa, zaten var. Ehtiyac yoxdur ki, həccə də gedib həmin işləri görəsən. Yox, əgər yoxdursa, bizim hədislərimizdə nə qədər düşən köməklik barədə, insanlara əl tutmaq barədə, müşkülləri həll eləmək barədə nə qədər düşən hədislər var. O hədisləri qoymuşsan bir kənara, Quranda da əgər yoxdursa insanlara kömək eləmək barədə, deməli, Quranda hər şey yoxdur sənin dediyin kimi. Və özündən sən insanlara kömək eləmək lazımdır. BMT kimi bir ayindir o həcc ziyarəti, özündən uydurur. Nəyə əsasən bunu deyirsən? Həmin anda həcc vacib olanda Mədinədə Peyğəmbər və müsəlmanlar var idi. Elə ümmətin problemini elə Mədinədə həll etmək olardı. Dövləti Mədinədə qurublar zaten. Yox, oradan durub gəlməlilər Məkkəyə ki, biz dövlətin problemlərini həll edirik. Problemə də qalanda zaten onsuz da biz dediyimiz həcc ki var, həmin o bütün müsəlmanlar yerinə yetirir sənin bəyənmədiyin ayinlər. Zaten orada da gedəndə insanlar bir-birinə hal-əhval tuturlar, bir-birlərinin müşküllərini dinləyirlər. İmam Hüseyn əleyhissalam zalım Əməvilərin əleyhinə elə Kəbədə, elə Məkkədə həcc zamanı müəyyən məsələləri çatdırırdı. Yəni bunu yenə də etmək olur da. Xülasə budur ki, bu insanın fırıldaqları bundan ibarətdir. Ancaq şübhə atsın, ancaq sual versin və öz həmin şübhələr və suallar elə onun uydurduğu din ki var, namaz ki var, həcc ki var, oruc ki var, onun özündə də 100 dənə suallar, iradlar, şübhələr varid olur.
O deyirsə, nə həccə getdim, gəldim, nə baş verdi? Oruç tutdum, yeyib içdim, nə baş verdi ki? Yeyib içməyənlərdən nə baş verdi ki? Yaxınlıq eləmədim, nə baş verdi ki? Yaxınlıq eləyənlərdən nə baş verdi ki? 100 dənə sual, şübhə sənə gələ bilər də. Yəni şübhə atmaq, sual verməkdən sadə məsələ nə var ki dünyada? Ona görə də inşallah Teala növbəti bəhslərdə də bəzi başqa fırıldaqlarını qulaq asdıqca göstərəcəyik. Velhamdülillahi Rabbil alemin və sallallahu ala Muhammedin və alihi tahirin.